Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gültəkin Əsgərova küçəsindəyi vəziyyət gördüyünüz kimidir. 1 metrdən çox su onlarla mənzilin içinə dolub, məişət avadanlıqları sıradan çıxıb. Evimizdə уже 4-5-ci günə keçir də bu gün beləsinə. Bura qədər suyun içindədir evim. Evdə heç nə ələ gələsi deyil. Yəni özünüz də görürsünüz, hələ bu heç nədir. Mətbəxim, təzə aldığım xaladenik, paltar yuyan, yataq mebelləri, koridor mebeli, yəni bildiyiniz hamısı suyun içindədir. Heç biri də ələ gələsi deyil. Evimiz çox bərbad gündədir. Bir həftədir yağış yağır. Evimiz hardasa 1 metrəyə yarıma kimi su yığılıb. Məişət avadanlıqlarım hamısı suyun. Salam millət. Bakının su altında qalmasını haqqında danışmaq artıqdır. Hamınız artıq bunu bilirsiniz. Bəlkə də yüzlərlə belə video izlədiniz. Mənə çoxlu insan yazıb, minlərlə yox, 10 minlərlə insana ziyan dəyib evlərinə. Hələ də evlərin içərisində sular var. Fövqəladə Hallar Nazirliyi, aidiyyəti qurumlar ölüb, vedrələrlə çölə daşıyırlar, küçəyə atırlar, küçədən hara atacaqlar, küçədən təzədən evə qayıdır, qalıblar çarəsiz. Özləri öz başlarına. Onlar icra hakimiyyətlərinin qarşısına getmək məcburiyyətindədirlər. Toplu halda, məhəllədə danışıb, 3 nəfər, 5 nəfər yox, 100 nəfər və icra hakimiyyətlərinin qabağına getməlisiniz və oradan bizə video göndərməlisiniz. Çünki sizi başınızı alladıb göndərəcəklər, bizə göstərməlisiniz, biz bütün xalqa göstərək ki, onda utansınlar, İlham Əliyevin özünə də gedib çatsın. O, sizin etirazlarınız, şikayətləriniz. Sivil qaydada şikayət edəcəksiniz, haqqınızı istəyəcəksiniz, kömək istəyəcəksiniz, kompensasiya tələb edəcəksiniz. Hansı ki, indi mən sizə bu videoda göstərəcəm. Sizin nələrə haqqınız çatır, sizə nələr verilməlidir. Başqa ölkələrdə, Avropa ölkələrində belə hadisələrlə bağlı vətəndaşlara nə yardımlar edilib? Avropa tərəfə qalsın, qonşu Ermənistan öz xalqına belə durumda nələr edib, onu göstərəcəm sizə. Yayımda qalın. Bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Mən həmçinin bu videoda sizə Bakının, Abşeronun niyə bu hala düşməsinin səbəbkarlarını faktlarla göstərəcəm. Hansı ki, evlər, torpaqlar zəbt olunub, gölməçələr qurudulub, yerində evlər tikilibdir və bunlara icazə verənlər kimlərdir? Hansı icra başçılarıdır və icra başçılarının qardaşları, bacıları görün kimlərdir? Yəni, təkcə icra başçısı kanalizasiya lukunu qaldıran hər hansısa fəhlə günahkar deyil. Burada günahkar olan özünüz görəcəksiniz. Azərbaycan neftinin pulunu indiyənə kimi yeyən Əliyev ailəsidir, onun biznes idarəçiləridir və o pulu da onlardan istəyinsiz. Pul da nə qədərdir? Bu günləri baxıram. 1 aprel tarixi. Zarafat eləmirəm, amma bu videoda zarafat videosu deyil. 1 aprel zarafatı kimi qəbul etməyin. Və 134 dollar olub Azərbaycan neftinin bir barelinin dünya bazarında qiyməti. Hər gün 5 dollar artır. Bu artıq o deməkdir ki, bir ayın içərisində Əliyev 3 milyard manatdan çox Azərbaycana pul gəlib, onu da qoyub cibinə. Cibinə qoyub. Azərbaycanda Əliyev hakimiyyəti 2026-cı ildə nəzərdə tutmamışdı ki, icra başçılarının, nazirlərin, deputatların, Milli Məclis sədrlərinin, baş nazirin müavinlərinin, yəni yüksək vəzifəlilərin maaşlarını bu qədər fantastik dərəcədə qaldırsın. Məhz mart ayında onların maaşlarını belə fantastik qədər qaldırmada səbəb məhz İsrail, İran, Amerika Birləşmiş Ştatları müharibəsində səbəbi ilə dünya bazarında neftin qiymətinin bahalaşması oldu və bahalaşdı, artıq fantam vurur, pul. Bundan siz niyə xeyri götürməyəsiniz? Siz sıravi vətəndaşlara da demirəm, əziyyət çəkən,
soyuducusu, televizoru, orası, burası ziyan içərisində olan, xarab olan insanlar maddi zərərlərini ödəmək üçün icra hakimiyyətlərinə getməlidirlər. Gedin icra hakimiyyətinə, bir idarəyə gedin. Hərəniz bir idarəyə yox. Hamınız toplaşın, bir idarəyə gedin. İcra hakimiyyətinə gedin. Məsəl üçün, Binəqədi rayon icra hakimiyyətini, Abşeron rayon icra hakimiyyəti və Sabunçu rayon icra hakimiyyəti baxın, gör nə yerdədirsə, Xəzər televiziyası artıq bunu çəkir və suyun içərisindən çəkir. Bura kimi geyinib, yağış su əleyhinə olan geyimi batıb suyun içərisinə göstərir faktla ki, baxın, mənim bədənimin yarısı 1 metrdən çoxu suyun altındadır. Yəni, ey məhəllə sakinləri, gedin icra hakimiyyətinin qabağına və bizə videolar göndərin. Mütləq, probleminiz yoxsa həll olunmayacaq. Mən də buradan miting təyin etmək fikrində deyiləm. Çox fikirləşdim dünəndən indiyənə kimi. Mənim və yaxud da bizim bir neçə nəfərin oradan miting təyin edin, geçsin. Bu ümumilli bir məsələ deyil ki, biz də buradan çağırış eləyək. Sizin məhəlli məsələnizdir. Məhəlli məsələnizi də özünüz təyin edin, amma bizim köməyimizlə. Bizim köməyimiz bütün dünyaya göstərmək olacaq və Azərbaycan hakimiyyəti məcbur olub sizin probleminizi həll edəcək. Başınızın altına yastıq qoysa ki, o icra hakimiyyətində oturanlar onlara video göndərməyin, bilin ki, probleminiz həll olunmayacaq. Göndərsəniz həll olunacaq. Mən sizə söz verirəm. Mən sizə söz verirəm. Sözümün üstündəyəm və buradayım. Axıra kimi gedəcəm bu məsələni. Əgər siz toplu halda 100 nəfəri sizdə icra hakimiyyətinin qabağında görsək, şikayətinizlə dolayı o videonu da biz yaysaq, mən şəxsən axıra kimi cibinizə pul qoyulana kimi sizin yanınızda olacam. Söz verirəm bunu sizə. Əl-qərəz, keçək artıq faktlara. Diqqət ekrana, dəyərli dostlar, bax bu görüntü Masazır gölündəndir. Masazır gölü Abşeron yarımadası ərazisindədir. 2015-ci ildə Masazır gölünün göl olub. 2025-ci ildə artıq o göl olmayıb. Çünki icra hakimiyyəti, bələdiyyələr o Masazır gölünü qurudublar. Bəs ona öz başına mı qurudublar onlar? Yox. Su idarəsindən göstəriş veriblər, icazə alıblar. O boyda gölü icra başçısı, icra hakimiyyəti bələdiyyələrin səlahiyyətindədirmi və başı üçündürmü ki, onu qurutsunlar? Yox. Müvafiq qurumlardan icazəni də alıblar, qurudublar və o ərazilərdə artıq evlər tikilib, evlərin də tikilməsinin, o evlərin də çoxunu elə zəbt edənlər bu məmurlar, məmurların adamları və bəziləri də yan yörəsində də kasıb-küsüb adamlar gedib rüşvətini verib ev tikiblər. Və sizə ötən gün göstərdim ki, su idarəsinin Azərsunun rəhbəri İlham Əliyevə hesabat verir müşavirədə. Deyir ki, qeyri-qanuni tikililər və torpaqların zəbt edilməsi. Utandılar o çıxışdan sonra bunlar. Ölkədə qeyri-qanuni, bəs bu qeyri-qanuni iş görülübsə, nə oldu? Cəzalandı kimsə? Bələdiyyə sədrləri cəzalandı, yoxsa icra başçıları cəzalandı? İndi mən sizə göstərəcəm o icra başçıları. İcra başçıları kimin qardaşıdır, kimin bacısıdır, kimin qohumudur. Məhz kanalizasiya, bax, Bakı şəhəri, xüsusən də Abşeron rayonu ərazisinin o yağış suları çox yağdığı vaxtda gedib tökülürdü, bax, bu gölməçələrə. Bu bir gölməçədir, Binəqədi rayonunda başqa bir gölməçə var, nə bilim, Sabunçu rayonunda başqa gölməçələr var. Onları belə qurudub yerlərində evlər tikiblər, icazələr veriblər, quru torpaq eləyiblər onları. Gedib tökülürdü sular əvvəl ora, indi tökülməyə bir yer tapırlar, cəmaatın evinin içində tökülür. Bax, budur səbəb. Budur həm də səbəb. 40 il əvvəlin kanalizasiya sistemləri bir o işləyir. 2, kanalizasiya sistemləri 2 cürdür. 1, üzr istəyirəm, tualet kanalizasiya sistemi, ikincisi isə yağış sularını aparmaq üçün kanalizasiya sistemi. İndi yağış sularını aparmaq üçün kanalizasiya sistemi falan yoxdur, tualet hamısını basıbdır. Və artıq indi də küçələrdə o üfunət iyi verəndə, deməli, su, yağış suları qarışır tualet suyuna, kanalizasiyanı hələ vurur, çıxardır, üfunət, gigiyeniya və s. hamısı zirzibil olur.
Və budur məsələ. Və indi mən sizə məsəl üçün bir icra başçısını göstərəcəm. Hansı ki, deməli, Binəqədi rayonunda, Beləcəridə, Yasamal yəni aşağı Yasamal ərazisində də su basmalar çox olubdu, Xırdalan ərazisində olubdu. Binəqədi rayonunda icra hakimiyyətinin başçısı görün kimdir. Bax, bu şəxs Binəqədi rayon icra hakimiyyətinin başçısıdır. Familiyası Allahverdiyev, özünün də adı deməli, nə Allahverdiyev? Nəysə, icra başçısının bu Allahverdiyev adı yadımdan çıxıbdır, dəyərli dostlar. Görün, hansı ki, icazə verib evlərinin tikilməsinə rüşvətlə, tək evlər yox, obyektlərin, şadlıq evlərinin və bunun qardaşı kimdir? Bax, bunun qardaşı Rövşən Allahverdiyevdir. Rövşən Allahverdiyevdir. Rövşən Allahverdiyev kimdir? Paşa Bankın icraçı direktorudur. Müşahidə Şurasının direktorudur. Yəni, Paşa Bankı idarə edən Rövşən Allahverdiyev. Bax, bunun qardaşıdır. Binəqədi rayon icra hakimiyyətinin başçısının qardaşı Rövşən Allahverdiyev, Paşa Bank Müşahidə Şurasının rəhbəridir. Paşa Bank kimindir? Əliyevlər ailəsinindir. İndi bəs mən deməli deyiləmmi ki, Azərsunun rəhbəri müşavirədə İlham Əliyevə bunlar barədə hesabat verərkən, Əliyev belə-belə eləyir və o müşavirədən artıq 2 ay vaxt keçib, nə hər hansısa bir icra hakimiyyəti cəzalanıb, nə bələdiyyə sədri cəzalanıb, heç bir vəzifəli cəzalandırılmayıb, Bakıda bugün də üfunət iyi verir. Azərbaycan hakimiyyətinin yüksək vəzifəlilərinin ağızlarından gələn üfunət iyi kimi kanalizasiya qoxusu gəlir. Bakıdan Abşerondan. Hə. Bax, indi bu, mən təkcə bunun Paşa Bankın Müşahidə Şurasının sədri olmasını deyil, həmçinin qaranlıq işlərini də göstərəcəm. Əliyev ailəsinin qara pullarını, Azərbaycanda yığılan pulları, həm də rüşvət pullarını xarici ölkələrə, offşorlara daşıyan şəxsdir. Hələ mən ötən il, yox, ondan əvvəlki il bir video çəkmişdim, bu adamı araşdırmışdım, nə işlə məşğuldur və ötən il isə bu adamı gətirdilər daha yüksək vəzifəyə Paşa Bankın Müşahidə Şurasının sədri etdilər. Diqqət ekranlara, xahiş edirəm ki, videonu bəyənin, paylaşın, hamı izləsin. Bir gün öncə 18 mart 2025-ci il tarixində Rövşən Allahverdiyev Paşa Bankın Müşahidə Şurasının rəhbəri təyin edilibdir Altay Həsənov tərəfindən. Belə deyək, Mehriban Əliyeva. Zincirvari, şəbəkələşmiş bir bunlar dəstədilər. Mehriban Əliyeva, onun bibisi oğlu Altay Həsənov, hansı ki, Azərbaycanda bütün vəzifələrin artıq demək olar ki, kadrları dairəsinin rəisi hesab olunur, belə bir idarə yoxdur. Sadəcə olaraq, hara kimi təyin etmək lazımdır? İlham Əliyev oturubdur, elə bir ki, öz divanında çəkilibdir kənara, ancaq sərəncam imzalayıb vəzifələri təyin etməyi bacarır rəsmən, amma İlham Əliyevi əlində kukla kimi belə fırladan, oynadan Altay Həsənovdur. Altay Həsənov elə bil ki, Azərbaycanın keçmiş administrasiya rəhbəri, prezidentin administrasiya rəhbəri Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev əvvəllər nə edirdisə, deputat təyin etdirirdi, vəzifələrə adam qoyurdu, indi Altay Həsənov qoyur. Altay Həsənov indi isə Rövşən Allahverdiyevi Paşa Bankın rəhbəri qoyubdur. Bəs bu Rövşən Allahverdiyev kimdir? Mən bunun dəstəsini hələ aylar öncə ifşa etmişdim, keçən ilin oktyabr ayında. İlham Əliyev kukladır, kukla. Bundan artıq nə sübut olsun, nə hansı videoları mən təqdim edeyim ki, Altay Həsənov öz adamlarını istədiyi yerə qoyur, İlham Əliyev də oturub kreslosunda bir kukla kimi ancaq imzalayır. Qələmi veriblər, kağızı veriblər, deyiblər kənarda dur. Çünki Putin əmi belə tapşırıq verib ki, bundan sonra 2025-ci ilin yanvar ayından sonra rəhbərlik artıq Paşayevlərin tam əlindədir. Sındırdı Putin cənab Əliyevi. Yazığım gəlir mənim sənə. İlham Əliyev,
Nə günlərə qaldın sən? İndi Əliyevin idarəçiliyi, yəni Əliyevin başında duranlar, ona göstəriş verənlər təkcə Putin deyil, artıq 2025-ci ilin ikinci yarısından sonra tam aydın oldu mənə ki, həmçinin Əliyevin arxasında və ona göstəriş verən İsrail dövlətidir. Səni qorumalıyıq biz. Hamınızı tarixin zibilliğine atmaq lazımdır. İlham Əliyev, nə oldu bəs? Dəmir yumruq, bəs belə Fatih, o dəmir yumruğu Altay Həsənovun başına vura bilmirsən? Əlində kukla kimi oynadır səni. Biz də sənə söz deyəndə xətrinə dəyir. Bizə cinayət işi açırsan, axtarışa verirsən. Niyə özünü güclü göstərmirsən səni kukla kimi oynadanlara qarşı? Hə? Dəyərli dostlar, dediyim kimi, keçən ilin oktyabr ayında mən bu dəstənin, hansı ki, indi onu Rövşən Allahverdiyevi təyin eləyiblər, Paşabankın başçısı olubdu. Bunların pul qaçaqmalçılığı, xaricə necə pulları daşıdığı, şəbəkəsi, DTX-dakı generalla birgə, həmçinin Mehriban Əliyevin başqa bir qohumu Elçin Muradovla birgə bir dəstə kimi halında. Mən qısa deməli, həmən videodan bir fragmenti təqdim edirəm. Bu olan Rövşən Allahverdiyevdir. Dediyim kimi, burada ekranda gördüyünüz keçəl eynəkli şəxs Paşa Holding Müşahidə Şurasının üzvü olan Rövşən Allahverdiyevdir. Əvvəl Müşahidə Şurasının üzvüydü. Əvvəl Müşahidə Şurasının sadəcə üzvüydü. İndi yaxşı ölkədən pulları qaçıra bildiyi üçün, çıxarda bildiyi üçün, bu Dubayda, Londonda pullar birdən-birə peyda olmayıb ki, o binalar birdən-birə peyda olmayıb ki, bax belə pul oğruları, pul qaçaqmalçıları vasitəsilə olubdur. Bunlar qanuni yollarla çıxarda bilmirlər. Sadəcə banklarda onun bunun adına, qızıl nə bilim alışı-satışı adına və 1000 hoqqadan çıxaraq ölkədən pulları belə çıxardırlar. Və ölkəyə 5 manat pul gətirən jurnalistləri, bunların oğurluqlarını çəkib göstərən bizim Azad Söz kanalının jurnalistlərini qaçaqmalçı adıyla tuturlar. Baxın, əvvəl Müşahidə Şurasının üzvü olan bu şəxs, bu keçəl, indi saqqal da bıraxıbdır belə. Gəlib olur, yaxşı fəaliyyətinə görə, yaxşı pul oğurladığına görə Paşabankın rəhbəri. Dediyim kimi, burada ekranda gördüyünüz keçəl eynəkli şəxs Paşa Holding Müşahidə Şurasının üzvü olan Rövşən Allahverdiyevdir. Onun çininə əlini qoyan, ortada oturan şəxs isə Anar Dadaşovdur. Anar Dadaşov SOCAR-ın köçürmələrinin bir hissəsini və büdcədən SOCAR-a və dəniz nəqliyyatına ayrılan pulların qanunsuz yollarla mənimsənilməsinə kömək edir və ölkədən bu sahədə olan pulların köçürülməsində o da iştirak edir. Hal-hazırda Anar Dadaşov, bax, Anar Dadaşov Torpaq Komitəsində vəzifə sahibidir. Vəsaitlərin çoxunu Nərimanov rayonunda ekranda gördüyünüz bu şəkildə də göstərilən elektrik avtomobillərinin satışı ilə məşğul olan bu avtosalonda yığır. Anara himayədarlıq edən əsas şəxs isə Rauf Xələfovdur. Bayaq adını çəkdiyim DTX-nın generalı. Qardaşıdır və bunlar prezident ailəsinin qohumlarıdırlar. Həmçinin də ortaya çıxmışdır, sonra təkzib elədi. Bu, Fəxriyə Xələfovanın qardaşıdır və bunlar prezident ailəsinin qohumlarıdırlar. Həmçinin də Elçin Muradov, Mehriban Əliyevanın qohumu. Bax, bunlar bir şəbəkədir, ölkədən pul çıxardanlar şəbəkə. Mən həmən videonu axıra kimi göstərmirəm, vaxtınızı almaq istəmirəm, mövzumuz da o deyildir, sadəcə olaraq. Yəni, bunlar pullarımızı xımış-xımış yeyirlər, siz də zərər içərisindəsiniz, haqqınızı almaq sizin haqqınızdır. Əlqərəz, indi keçək, bəs Avropa ölkələrində belə durumda zərər çəkmiş vətəndaşlara dövlətlər nə kömək eləyir? Mən oxuyuram konkret. Məsələn, İspaniyada daşqın olub hələ. Yəni, bu hökumətin səhlənkarlığı ucbatından baş verən bir şey deyil. Daşqın olub və vurub qabağına keçəni aparır, çaylar aşır. Bu təbii fəlakətdir.
Bir də var yağış yağır, normal yağış yağır. Normadan biraz artıq nə deməkdir? Yağış yağır və kanalizasiya sistemi olmadığına görə, ayrılan pulları basıb edildiğinə görə bu vəziyyətə düşürsə, günahkar dövlətdir. Baxın hələ günahkar dövlət olmayan İspaniyada nələr olub? 2024-cü ildə konkret mən sizə deyirəm, oktyabr ayında Valensiya və ətraf bölgələrdə baş verən sel fəlakətindən sonra çox geniş miqyaslı kompensasiya və yardım paketləri ayrılıb. Bu, ölkənin müasir tarixindəki ən böyük maliyyə dəstəyi əməliyyatlarından biri hesab olunur. Prosesin necə baş verdiyi və edilən yardımların detalları aşağıdakı kimidir. 1. Maliyyə yardım paketləri. Hökumət ümumilikdə 14 milyard avrodan çox vəsait ayırdığını elan etdi. 14 milyard ha. Azərbaycanın az qala dövlət büdcəsi qədər pul ayırıblar. Bu paketlər mərhələli şəkildə təqdim olundu. İlkin paket 10,6 milyard. Bu, təcili ehtiyaclar, dağılmış evlərin bərpası və kiçik bizneslərə dəstək üçün. Baxın, indi baxıram mən Sədərəkdə, burada bir kiçik ticarət mərkəzləri var ki, orada dükan sahibləri zərər çəkiblər, sular basıb oranı, malları tələf olubdur. Bax, o bizneslə dəstək olublar. İlkin paketdə, dediyim kimi, 10,6 milyard təcili ehtiyaclar üçün ödənilibdir. İkinci paketdə isə təxminən 3,8 milyard avro olub. Küçələrin palçıqdan təmizlənməsi, infrastrukturun təmiri və kənd təsərrüfatı sektoruna dəstək üçün. 2. Kompensasiya prosesi necə işləyir? İspaniyada bu cür təbii fəlakətlər zamanı sığorta kompensasiya konsorsiumu adlı dövlət qurumu əsas rol oynayır. Yəni, dövlətin belə bir ayrıca qurumu var. Belə durumlarda o qurum işə keçir. Azərbaycanda var bu qurum. Nəysə. Bəlkə də var, onlar da yatıblar. FHN, Azərbaycanın hamının tanıdığı Fövqəladə Hallar Naziri yatıb söz işini görmürsə, nə bilim, bir komissiya yaradılmırsa, icra hakimiyyətləri ölübsə, hər kəs öz üzərindən bu məsuliyyəti atırsa, bu qurum harada olacaq? Sığortalı olanlar, əgər şəxsin evi, avtomobili və ya obyekti sığortalıdırsa, kompensasiyanı birbaşa bu dövlət qurumu özü ödəyir. Oktyabr selindən sonra cəmi bir neçə həftə ərzində 70 mindən çox müraciət qeydə alınmışdı. Baxın, 70 mindən çox insan bu qurumdan İspaniyada yararlandı. Digər, sığortası olmayanlar bəs necə? Dövlət, əgər ora dövlətdirsə, gerçək dövlətdirsə, yəni mafiya deyilsə, yəni dərəbəylik deyilsə, bir qrup quldurun ələ keçirdiyi bir ərazi birliyi deyilsə, sığortası olmayanlar da vətəndaşdır, onlara da yardım olmalıdır. Sığortası olmayan aşağı gəlirli ailələr üçün hökumət birbaşa subsidiyalar və yardımlar təşkil etdi. Məsələn, əsas məişət əşyalarını itirənlərə və ya evi ciddi zərər görənlərə nağd yardımlar nəzərdə tutuldu. Yəni, biraz öncə siz videoda gördüyünüz xanımlar deyir, soyuducum xarab olub, nə bilim, nə olub, divan, kreslo, stol, stul, pol, döşəmə, ora, bura. Bax, onlara yardımlar edildi. Onların, şəxsən mən özümə də Almaniyada bu yardım təklif edilib. Mən isə qəbul etməmişim, demişəm ki, mənim evimə su girməyib. Ona görə istəmirəm mən. Niyə mən dövləti alladım ki? Halbuki mən ona sadəcə bank hesabımı yazıb və bir məbləğ oraya yazsaydım, gəlib heç kəsi yoxlamırdılar, yoxlamadılar da. Mənim qonşularım etdilər. Bir Bolqaristandan qonşum vardı, o etdi, o aldı. Mən amma etmədim. Əlqərəz. Deməli, 3. Konkret yardım növləri. Hökumətin tətbiq etdiyi bəzi konkret tədbirlər. Mənzil yardımı, dağılmış və ya zərər görmüş evlərin təmiri üçün ailələrə 20.000 avrodan 60.000 avroya qədər zərərin dərəcəsindən asılı olaraq yardım verildi. Vergi güzəştləri və kreditlər. Zərər çəkənlər əmlak vergisindən azad edilib,
ipoteka ödənişlərinə 12 aylıq moratorium, təxirə salma tətbiq olundu. Biznesə dəstək, işini itirən fərdi sahibkarlar və kiçik şirkətlər üçün xüsusi dotasiyalar ayrıldı. Təmizlik işləri, küçələrin və kanalizasiya sistemlərinin tənzimlənməsi üçün bələdiyyələrə 500 milyon avro verildi. 4. Beynəlxalq dəstək. İspaniya həmçinin Avropa İttifaqının üzvü olduğu üçün ciddi dəstək alıb, amma Avropa İttifaqının üzvü olmadan Azərbaycan belə başqa məsələlərdə necə yardım alıbsa, bu məsələdə yardım ala bilərdi. Əgər Azərbaycanda rüşvətxor bir sistem olmasaydı, əvvəllər Avropa Birliyi Azərbaycana müəyyən sahələrdə yardımlar ediblər. Məhz kanalizasiya sistemlərinin qurulmasına aid də Avropa Birliyindən Azərbaycana maliyyə yardım paketi ayrılıb, amma onları basıb yeyiblər, heç bir kanalizasiya sistemində də təkmilləşdirməyiblər. İndi Avropa Birliyindən üzləri var ki, nəsə kömək istəsinlər. Heç veclərinə də deyil, o cəmaatın əziyyət çəkən sadə vətəndaşların dərdləri bunların vecinə deyil. Mən bir kişi tapmadım və prezidentin administrasiyasında, idarələrdə çıxsın, bir açıqlama versin. Bu boyda böyük fəlakət olub. İnsanlar əziyyət çəkir, fəryad edir. Biri çıxmır, biri çıxıb bir söz də demir, bir vəd də vermir. Ölkə batıb. Mən nətər bəs izah edeyim ki, ölkə dərəbəyli idi. Belə durumda daha çox aydın olur da ölkənin bərbad olması. Bərbaddır da bu. Sən çörək tapıb yeyə bilirsənsə, bu demək deyil, ölkə yaxşıdır. Və belə məqamlarda ölkənin necə bir ölkə, dövlət olduğu ortaya çıxır. Hər yerdə var da. Bangladeşdə, Şri Lankada da, nə bilim, Cibutidə, Efiopiyada da var. Afrikanın ən geridə qalmış ölkəsində də polisi var, DTX-sı var, nə bilim, nə qurumu var, binalar, yollar tikilir. Sənin fərqin ondan ibarət olmalıdır ki, belə və buna bənzər məqamlarda sən vətəndaşının yanında ola bilərsən, ola bilirsənsə, bu fəlakətin qarşısını ala bilirsənsə, ala bilmirsənsə də ki, tələf edə bilirsənsə, yəni kompensasiya edə bilirsənsə, sən dövlətsən. Vətəndaşına baxa bilmirsən, sən dövlət deyilsən. Dövlətə ələ keçirilmiş quldur bandasan. Başqa, beynəlxalq dəstək dedim. Mən Avropa İttifaqından 1,6 milyard avro yardım aldı İspaniya buna görə. Bəli, indi deməli, dəyərli dostlar, həmçinin buna bənzər İspaniyada bir neçə hadisə olubdur. Yağış suları və 8 milyard bir dəfə ayrılıbdır. 4 milyard bir dəfə ayrılıb dövlət tərəfindən vətəndaşlara. Hətta psixoloji yardımlar ayrılıbdır. Psixoloqlarla təmin olunubdur insanlar. Əlqərəz. Mən indi keçmək istəyirəm Ermənistana. Dəyərli dostlar, yayımda qalın, bəyənin, paylaşın, daha çox insan izləsin. Deməli, Ermənistanda da müəyyən yardımlar olubdur. Mən konkret hansı hadisə olub, onu deyəcəm. 2024-cü ilin may ayında Ermənistanda Lori və Tavuş bölgələrində çay daşması nəticəsində insanların evlərini ətraf ərazilərdə su basıbdır. Və bu su basmadan sonra Ermənistan hökuməti öz vətəndaşlarına nə yardım edib? Təcili maliyyə yardımı olub. Mən deyərəm ki, Ermənistan Azərbaycandan daha hüquqi dövlətdir, daha çox vətəndaşına qiymət verən dövlətdir. Mən bu söz tapıram həqiqətində. Bir insanın, bir vəzifəlinin çıxıb ortaya izahat verməsini, vətəndaşlar sizə nə yardım olacaq belə söz edəməsini görmədimsə, tüpürün belə idarəçiliyə. Ermənistanı pisləyirsiniz. Baxın indi oxuyacaqlarıma. Deməli, 1. Təcili maliyyə yardımı oldu. Fəlakətdən dərhal sonra hökumət təxminən 2,6 milyon dollar məbləğində ilkin yardım paketi təsdiqlədi. Dərhal sonra, bir 10 günə yaxındır artıq bu hadisə baş verib, insanların evləri əziyyət çəkirlər. Amma Ermənistana dərhal sonra 2,6 milyon 1 milyard dram pul ayrıldı buna görə. Deməli,
Zərər çəkən şəxslərə təxminən 850-dən çox sakinin hər birinə ehtiyaclarını qarşılamaq üçün bu təcili daha 100-150 dollar arası kiçik ödənişlər edildi. İlkin olaraq hadisə baş verdi və mən Fövqəladə Hallar Nazirliyinin işə cəlb olunması və s. və ilax demirəm, xüsusi insanların zərər gördüyünə görə dövlətin onlara maliyyə yardımını deyirəm. 850 nəfər ilkin qeydə alındı və onlara 100-150 dollar arası kiçik ödənişlər verildi. Hər bir şəxsə. 2. Mənzil və əmlak kompensasiyası. Evi tamamilə yararsız hala düşən və ya təmirə ehtiyacı olanlar üçün fərqli yanaşma tətbiq olundu. Tam dağılan evlərə Alaverdi şəhərində və ətraf kəndlərdə evi tamamilə dağılan 18 ailə üçün dövlət yeni mənzil alınmasını tam maliyyələşdirməyə öhdəsinə götürdü. Yəni, köhnə evlərdir, su dağıtdı deyə, yəni yararsız hala düşdü yaşamaq üçün, təzə evin pulunu verdilər həmən adamlara, 18 ailəyə. Təmir yardımı, evləri zərər görmüş 245 ailəyə evin hər kvadrat metri üçün təxminən 500 dollar pul verildi. Bu Ermənistanda da bu rayon deyə kətdir. Bakı şəhərin mərkəzi falan deyil Deməli, məişət əşyaları, mebeli və məişət texnikası sıradan çıxan ailələrə hər ailə üçün 3000 dollardan çox pul verildi. Soyuducusu sıradan çıxıbsa, televizoru sıradan çıxıbsa, nə bilim də döşəməsi yararsız hala düşübdüsə, yenidən təmir üçün, nə bilim nədirsə, məişət əşyaları, məişət əşyalarına 3000 dollardan çox pul verildi. 3. İnfrastruktur və beynəlxalq dəstək. Ermənistanın büdcə imkanları məhdud olduğu üçün, yəni Avropa Birliyi, İspaniya ilə müqayisə olunmayacaq olduğu üçün, BMT deməli körpülər, yollar, dəmir yolu və s.lərin bərpası üçün xarici yardımlar edildi. Hökumət müraciət etdi Avropa İttifaqından, BMT və Avropa İttifaqının dəstəyi oldu. Avropa İttifaqı və BMT-nin inkişaf proqramı zərərin qiymətləndirilməsi və bərpası üçün texniki və maliyyə yardımı ayırdı. Bəli, bu da Ermənistan. Bəs Azərbaycan bir nəfər çıxıb deyir, sizə nə yardım olunacaq? Olunmayacaq. Özünüz gedin, icra hakimiyyətlərinin qarşısına gedin, 3-5 nəfər yox, hamı ilə danışın, ey zərər çəkmiş məhəlləlilər, 100 nəfər, 200 nəfər, 500 nəfər, nə qədər ola bilirsiniz olun. 50 nəfər gedin, oradan bir çəkiliş aparın, bir videonu belə telefonunu tutacaqsınız, dəyərli dostlar, bu çətin bir şey deyil ki. Telefonunu bir dənə belə tutacaqsınız, bir də belə eləyəcəksiniz, bir 30 saniyəlik, 1 dəqiqəlik videonu çəkəcəksiniz, göndərəcəksiniz Azad Söz kanalının Instagram hesabına və ya Facebook hesabının Messenger bölməsinə, mesaj bölməsinə. Və biz də yayımlayacaq. Gəl onda görüm dövlət sizin işinizə baxmayacaq, yoxsa yox. Siz baxın, bunu eləyin, nəticəsini də görəcəksiniz. Çox da başınızı ağrıtmaq istəmirəm. Mənim üzərimə düşən vəzifə odur ki, sizə bunları başa salım, deyim, gözünüzü açım. Salamat qalın.